Yeni avtomobil alırıq, part 1. Salam hər kəsə, mən Bataka bəy. Bildiyiniz kimi bugün bazar günüdür və dostum mənə zəng etdi ki, maşın bazarına getmək istəyirəm. Çünki o avtomobili yeni satıb, təbii ki, mən satdırmışam. Çünki onu da həqiqətən bir Tesla xəstəsi etmişəm və artıq Tesla avtomobili axtarmaq qərarına gəlmişik. Düzdür, bizim istədiyimiz avtomobil maşın bazarında yoxdur. Amma ümumi həm plug-in, elektrik, həm də ki, hibrid maşınlar haqqında məlumat əldə etmək istəyir. Bunu da bildirmək istəyirəm ki, maşın bazarında ümumi canlanma var idi. Çünki həm alıcılar, həm də ki, maşın satıcıları olduqca çox idi və beləliklə biz də maşın bazarında dayanacağında maşını saxladıq və ümumi əsas hissəyə getməyə başladıq. Bildirmək istəyirəm ki, 2025-ci ildə gömrük rüsumlarında, hibrid avtomobillərdə, plug-in avtomobillərdə və elektrik avtomobillərdə olan dəyişikliklər maşın bazarına çox böyük təsir etmişdi. Mənim fikrimcə, hardasa avtomobillərin qiymətlərində 2, 3, bəzən 5000 civarında da əvvəlkilərə nisbətən fərq var idi. Və bunu da bilmək istəyirəm ki, əsasən də hibrid və plug-in avtomobillərin qiymətində çox böyük dəyişikliklər var idi. Və beləliklə dostum bir avtosalona yaxınlaşdı. O avtosalonda Mercedes E-Class dizel 2.2 motor səhv eləmirəmsə ona baxmaq istədi, amma təbii ki, mən onun fikrindən daşındırdım. Çünki biz plug-in və elektrik avtomobillərdən ötürü gəlmişik, ümumi məlumat toplayaq. Və maşın salonunda belə bir avtosalon diqqətimizi cəlb etdi. Həmin avtosalonda həm elektrik, həm də ki, plug-in avtomobillər nümayiş etdirilirdi, satılırdı. Bu avtomobili isə Zeekr 007 avtomobili idi, digər avtomobil Li-6 avtomobili, digər avtomobili isə Changan Q07 avtomobili idi. Li-6 avtomobili 1.5 plug-in hibrid 408 at gücü idi. Changan Q07 avtomobili isə 1.5 plug-in hibrid 224 at gücü idi. Sol tərəfdə isə bizi Jetour T2 avtomobili gözləyirdi. Jetour T2 avtomobili də həmçinin 1.5 plug-in hibrid, amma onun at gücü digərlərindən fərqlənirdi. 462 at gücü idi. Səhv eləmirəmsə bu turbo motor olduğuna görədir. Sağda isə bizi Changan'ın Dipal modeli gözləyirdi. Dipal modeldə həmçinin 1.5 plug-in hibrid motora sahib idi və 258 at gücü idi. Part 2 olacaq, gözləmədə qalın, maraqlı olacaq.